Yəni dodağımı istəmirəm. Dodağımı çünki təzəlikçi eləmişdim Moskvada. Amma belə yəni istəyirəm də üzümdə baxım görüm, yəni nəyə ehtiyac var. 3 qram istəyirsiniz də eləmi? Hə də. Tamam, onda özünüz qeydək. Botoksum yoxdur, heç nə yoxdur. Botoks da istəyirsiniz? Bilmirəm, əslində indi siz baxın da görün necə məsləhətdir. Bilmirəm ceyran göz daha yaxşı olardı, sonra. Arxa edin saçınızı. İstəyirdim indi допустим fresh up eləyək, sonra etap nə lazım olsa siz mənə deyərsiniz допустим. Ceyran göz lazımdır, qəşəng olar. Gözünüz belə forması dəyişər. İndi hələlik istəyirsiniz 3 qramı eləyək, ağız ətrafıdır, yanaq liftingidir, biraz şən eləyək. Daha sonra botoks eləyək. Eyni gündə də eləmək olar, daha yaxşı nəticə ala bilərik. Tamam, demək fresh up-ı vuracaqsınız bu yanaq liftingi buraya. Hə, iri görsəməyəcək ki, əsas. Çünki mənim yanaqlarım onsuz da iridir. Hə, iri istəmirəm də, buram biraz daha incədir. Hə, okey, bir də çənəyə vuracaqsınız. Hə. İşte onda gəlin onu eləyək, sonra onda inşallah botoks edərsiniz. Botoks üstü ceyran göz. Ceyran gözə də botoks ikisi də lazım. İkisi də lazımdır, elə? Bəli. Hə, onda inşallah.